Salam, əziz Azərleydi saytının izləyiciləri. Bu günlərim sizinlə banan şirniyyatının hazırlanma qaydasını öyrənəcəyik. Bunun üçün bizə lazım olan ərzaqlar: 500 qram ələkdən keçirilmiş un, 250 qram margarin yağı, 1 paket vanilya, 1 ədəd yumurta ağlı sarılı, 1 paket qabartma tozu və 180 qram xama. Öncəliklə qabartma tozunu əlavə edirik xamaya, qarışdırırıq. Bunu qarışdırırıq. Xəmirimiz özünə gələnə kimi bunu da ona əlavə edirik. Qoyuruq. Bunu götürürük. Mütləq un ələkdən keçirilmiş olmalıdır. Yağımızı əlavə edirik. 1 paket vanilya və 1 yumurta. Gördüyünüz kimi xama artıq hazırdır, köpmüş vəziyyətdədir. Bunu da xəmirimizə əlavə edirik. Xəmirimizi yoğururuq. Əziz xanımlar, budur xəmirimizi yoğurduq. 5-10 dəqiqə gözləyirik. Xəmir biraz da özünə gəlir. Ehtiyac olsa un yenə də əlavə edirik. Xəmirimizi götürürük. Balaca kündələr kəsirik bundan. Əziz xanımlar, gördüyünüz kimi kündələrimiz hazırdır. İndi biz bunun içini dolduracağıq. Gördüyünüz kimi bu tvaroqdur. Bu dükanda çəki ilə satılır. Bunlardan alsaq daha yaxşı olar. Çünki paçkada satılanlardan alsaz onlar sonra su salırlar. Xəmirin içində tufkaya qoyanda su salırlar. Alırsınız çəki ilə satılan tvaroqlardan və özünüz şəkər əlavə edirsiniz. Bu da yenə sizin istəyinizdən asılıdır. İstəsəz şəkəri daha çox əlavə edin, istəsəz az əlavə edin. Yedikcə bunun dadını biləcəksiniz. Açırıq banan xəmirimizi. Bunu tam yumruq dairəvi formada eləmirik. Biraz uzun sov. Açırıq ki, banan forması ala bilsin. Gördüyünüz kimi uçları qalın qalmamalıdır çox. Açdım. Açandan sonra banan xəmirini əlavə edirik. Uzununa yayırıq. Belə. Ondan sonra bükürük. Xəmiri bükürük. Uclarını basırıq ki, uclarından çıxmasın. Və beləliklə beləncini bükürük. Gördüyünüz bu alt hissəsi qalır bananın altında. Çünki bu üstə qalanda pişəndə üzə çıxır. Və əlinizlə uclarını sıxırıq. Banan forması veririk. Birini də hazırlayaq. Yenə dairəvi yox, uzun sov yayırıq. Yenə içini yenə tvaroqla doldururuq.
İstəsəniz əziz xanımlar, tvaroqa kişmiş də əlavə edə bilərsiniz. Kişmişi də yuyursunuz, isladırsınız. Kişmişlər şişir. Sonra əlavə edirsiniz tvaroqa. Yenə uclarını basırıq. Belə çeviririk. Çevirəndə bu hissəsi altda qalır. Ondan sonra əlimizlə çədirik. Uclarını sıxırıq. Budur əziz xanımlar, gördüğünüz gibi bananlarımızı hazırladım. Bu bir porsiyadır. Bir porsiyadan 20 dənə banan çıxır. Bananlarımızı sobaya verəcəm 200 dərəcədə 15 dəqiqə pişəcək. Bir nüansı nəzərinizə çatdırmaq istəyirəm ki, bananların pişəndə ancaq alt hissələri qızaracaq. Üstünü çox da qızartmaq olmaz bunlar. Bunların üstü gördüyünüz kimi ağ qalacaq. Beləliklə bananlarımızı verirəm sobaya. Əziz xanımlar, gördüğünüz kimi bananlarımız sobadan çıxdı. Bananları servis etməmişdən öncə onun üzərinə pudra şəkər əlavə edirik. Pudra şəkər bildiyiniz kimi istənilən dükkanda da satılır. İstəsəniz də özünüz kofamolka vasitəsilə özünüzə çəkə bilərsiniz. Əziz xanımlar, bananların dadına baxa bilərsiniz. Bizim YouTube'da kanalımıza abunə olun. Növbəti videolarda görüşənədək.